Görün bu aparat qan dövranını necə bərpa edəcək. Bu aparatı çox sosial medyalarda görürsünüz və sual verirsiniz ki, bu necə ola bilər ki, qan dövranını həqiqətən də yaxşılaşdırsın və deyildiyi kimi varmı? Bu aparat qan dövranı stimulyator GES aparatıdır. Səhiyyə Nazirliyi tərəfindən rəsmi sertifikatlı sağlamlaşdırıcı cihazlı sadə bir masajör deyil. Bu aparatın üzərində 15 dəqiqə qalmaq 5 kilometr asta qatışa bərabərdir. Aparat neyini? Şəkər xəstələrində qan dövranını sürətləndirməyə kömək eləyir. Osteoxondroz, bel yırtığı, qığırdaq yelməsi, artrozu olanlar, diz oynağında şişkinliyi və ödəmi olanlar gün ərzində 15 dəqiqə bu aparatdan istifadə etməlidirlər. Deyə bilərsiniz ki, mən bu aparatın üstünə çıxmaq istəmirəm. Onun üçün də sizə bir yeni aparatımızı təqdim etmək istəyirəm. Qan dolaşımını sürətləndirən mini ev həkiminiz olacaq. İşofkan cihazı. Hər iki cihaz Səhiyyə Nazirliyi tərəfindən xüsusi sertifikatlıdır. Sadəcə bu aparatın üstünlüyü ondan ibarətdir ki, mini ev həkiminizdir və 5 fərqli rejimi var. Amma bugün bax, gördüyünüz GES aparatı kimi xüsusi vibrasiyası var ki, həmin o vibrasiyası sayəsində qan dolaşımınızı sürətləndirəcək və xüsusi qablaşması ilə birlikdə olacaq. Ona görə, əgər istəmirsinizsə ki, gələcəkdə 11 növ xəstəlik, şəkər, təzyiq, prostat, bel yırtığı, onurğa problemləri, diz oynaqlarınızda artroz kimi hallar yaranması, bu iki məxsul mütləq şəkildə sizdə olmalıdır.